Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya mürsəlin Seyyid Muhammedin və alə əlihi və ashabihi əcmələn və ba'd. Selamu aleykum və rahmetullahi və barakatuhu. Belə keçən dərsdə biz dedik ki, bu təhkim məsələsi idi və dedik ki, Şeyx bin Baz rahimehullah bir dərsdə gəlmişdi. Onların içində Şeyx Cibrin də var idi və başqaları da, hansı ki, əsasən hizbiçilər idi. Və hizbiçilər də məlumdur ki, bunlar bu təhkim məsələsinin əsas məsələ də onlar üçün. Təhkim yəni hakimiyyət, hakimiyyə məsələsi. Və bu da elə deməli, ixvanların əsas qoyduğu qaydadır. Yəni Seyyid Həsən el-Banna, ondan qabaq, sonra gəlir Seyyid Qutub. Yəni bunlar bütün əsasların təhkim üzərində qurublar. Sadəcə dedik ki, Həsən el-Banna məktəbi ilə Seyyid Qutubun məktəbi biraz fərqlidir. Məsələn, Həsən el-Banna məktəbində çox təkfir yoxdur. Amma Seyyid Qutub isə məktəbi təkfirdir başdan ayağa. Və dedik ki, onlar bu fikri əsasən hardan götürüblər? Əsasən imamilərdən götürüblər. Çünki imamilərdə imamət məsələsi əsasdır. Bunlarda da təhkim məsələsi əsasdır. Sadəcə imamilərdən fərqlənirlər ki, imamilər 12 nəfərdə görürlər. Bunlar isə başqalarında da görürlər, əsas olan partiyasında olsun. Və təbii ki, çox təəssüf ki, bu fikir sələf əqidəsinə mənsub olanlara da girib artıq bəzilərinə və görürsən ki, məsələn, hətta əqidədə görürsən, deyir sələfiyəm, amma əqidənin bir hissəsi olan, hansı ki, minhəc, yəni üslub, metod. Onda məsələn, görürsən ki, sələfilər kimi danışır, görürsən, ixvanlar kimi danışır. Bu da hizbiçilikdir. Hizbiçilik əsasən, yəni kiməsə bağlanmaq, kiminəsə təqlid eləmək, bağlanmaq, xüsusən müəyyən məsələlərdə. Yəni ixvanlar da bilirsiniz ki, ixvanlar da azmış tayfadır, dəstədir. Əsas fikirləri, əsas məqsədə əqidə deyil, sadəcə təhkim məsələsində üzərində qurulub, hakimiyyə söhbətində. Onlarda tədrisdə əqidə yoxdur. Əqidə yoxdur onlarda. Onlar hətta görürsən ki, əsma və sifəti, deyirlər, bu nə söhbətdir ya, əsma və sifət. Hətta görürsən ki, kim onların fikri ilə, özü də xəbəri olmadan qarışıbsa, əsma və sifət məsələsini deyib ki, bu məsələ əsma və sifətdə üzr görüblər hətta. Kim ki, qarışıb, deyiblər, yox, əsma və sifətdə üzrlüdür. Hansı ki, əsma və sifət təhkim məsələsindən daha mühümdür və daha böyükdür. Daha mühüm və daha böyükdür. Ona görə, qardaşlar, yəni istədim, keçən dərsdə dedik ki, hələ bu məsələyə aid Şeyx bin Bazın yanına gəlirlər, bir neçə nəfər və istəyirlər, xülasə söhbətdən, xülasə. Bunlar istəyirlər ki, Şeyx bin Baz, rahiməhullah, qeyri-şərtsiz təkfir eləsin. Kim ki, Allahın hökmünə hökm vermir. Qeyri-şərtsiz. Yəni, halal görmədən və s. təkfir eləsin. Yəni, heç çalışırlar şeyxi, lakin şeyx əlhamdülillah sabitdir, dəqiqdir sələfə, yəni tabiçilikdə sabitdir. Əlhamdülillah, nə qədər desələr də şeyx o qaydadan qırağa çıxmır. O qayda ki, qoyub sələflər, ondan qırağa çıxmır və özü də indi söhbət əsasında görəcəksiniz. Deməli, səbəblərini də deyir onun. Və ona görə deyirəm, elə qardaş oxusun bunu. Ərəbcəsi məndə, ancaq Azərbaycanca qardaşlar tərcümə eləyiblər və sonra qalar özünüz çaplayarsınız. Fayda üçün. Fayda üçün, çünki bu məsələ əsas məsələdir, bu gün əsas məsələdir və bütün fitnələr səbəbi budursa, bütün fitnələrin səbəbi budur. Cürbəcür zid fikirlərin İslama və ya məsələn sələfin salihin yoluna zidd olan fikirlərdəndir və ona görə bu kim ki bu fikrə qarışıb, bunların üslubları cürbəcürdür. Amma sonda hamısı bir üslubdur, yəni hakimiyyət, təhkim. Məsələn, bəziləri birbaşa deyir, bəziləri başqa cür, bəziləri, məsələn, təkfirçilər də qutbiçilərdir, yəni ixvanla onlar da əsli. Sadəcə onlar da bu fikirdə əsas. Sadəcə bu fikrə gətirmək üçün onlarda müqəddimə var. Necə təbliğ cəmaatında 6 sifət, bunlarda da yəni mütləq, deməli, sən namaz qılmayan kafirdir, ondan sonra gəlir ət yemək olmaz, sonra darır küfürdə hər yan. Bunda da düzdür, ixtilaf ediblər, bəzilər Məkkəni çıxardıb, Mədinəni, bəzilər deyiblər Məkkə Mədinədə. Sonra gəlir dost düşmən, onu da düzgün başa düşməyiblər. Sonra gəlir mütləq deməlisən ki, cahili üzür deyil. Sonra gəlir indi orada bəzi xırdalar var, zahir, xəfi və s. Onları qeyd eləmirəm. Sonra gəlir əsas məqsəd, hakimiyyə, hökm Allahındır. Allahın hökmü ilə hökm verməyən kafirdir. Təkfir. Ondan sonra nə gəlir, qardaşlar? Xuruc. Hamısı bu fikri daşıyır. Xuruc. Hakimə qarşı çıxmaq yəni. Yəni, bu fikirdir. Ona görə əslində namaz məsələsi hələ belə, sən deyən, hələ belə atılmayıb ortaya. Bu məqsəd daşıyırlar olar. Ola bilsin, onların hələ o təzə gələnlər hələ bunu istəyirlər, ancaq bu idarə olunan bir fikirdir və bunu daşıyır. İndi maraqlıdır, hələ bu fikir əsnasında şeyx mübahisə eləyib. Yəni, mübahisə də deyil, onlar gəlirlər, sadəcə şeyxdən tələb eləmək istəyirlər, şeyx bir dənə qeyri-şərtsiz təkfir eləsin. Və bundan söhbət gedir. İndi qardaş Abdullah oxuyar, oxu bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya vəl mürsəlin.
Nebiyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Şeyx Abdullah ibn Cibrin rahimehullah sual verir. Yəni Şeyx İbn Baza buyurur ki, İbn Abbasın Allahın nazil etdiyi kitab və şəriət ilə hökm etməyənlər əlbəttə kafirdirlər. Ayəsinin təfsiri haqqındadır. Ayədəki küfür kəlməsi kiçik küfürdürmü? Yəni Şeyx Cibrin rahimehullah bu hey kibar ulema yox idi, böyük alimlərin bir məclisi. Orada idi. Sadəcə bəzi fikirlərinə görə hizbiçiyə meylli olan fikirlərinə görə oradan qovulub. Oradan qovulmuşdu. Düzdür, Şeyxlə görüşmüşəm bir-iki dəfə Riyadda. Yəni evində görüşmüşəm. Hətta bir məclisdə oğlu da iştirak edirdi. Düzdür, orada təbii ki, elmi olsa da, lakin hizbiçiyə meylli idi. Düzdür, söhbətimizdə belə başqa şey demədi. Ancaq Şeyxi Cibrini ləcnədən çıxardıblar o fikirlərinə görə. O da iştirak edir İbn Bazla söhbətdə. Gətirir əsas yenə bilirsiniz 5, 44. Hamısı budur. Şeyx cavab verir İbn Baz rahimehullah. Şeyx deyir rahimehullah İbn Baz. Allahın buyurduğu ilə hökm etməməyi halal görmədən rüşvətə görə, Allahın buyurduğu ilə hökm etməməyi halal görmədən rüşvətə görə düşmən və ya dost xatirinə edərsə bu kiçik küfürdür. Yəni Şeyx rahimehullah qeyd edir ki, bəli, o ayə 5-ci surə, Maidə surəsi 44-cü ayə şərti var, qeyd var. Orada mütləq o qeyd eləməsi halal görsə, amma dünya hansısa mənfəətinə görə edirsə, o kafir deyil. Yəni böyük küfür deyil, kiçik küfürdür. Yəni asili idi. Yəni Şeyx qeyd elədi bunu. Əgər o Allahın buyurduğu ilə hökm etməməyi, bəli. Şeyx davam edir İbn Baz. Əgər o Allahın subhanahu buyurduğu ilə hökm etməməyi, şəriəti tərk etməyi halal görərsə, o zaman kafir olar. O zaman kafir olar. Deməli, halal görməyi də gərək dillə deyilməlidir. Birdən desə ki, halal görürəm. Kafirdir ümumən. Lakin təyinlə hüccət çatmalıdır. Yəni bəyan olunmalıdır adama. Ondan sonra əgər hüccət çatandan sonra da desə ki, bəli, halal görürəm, onda kafirdir. Şeyx davam edir rahimehullah. Yəni əməlini halal gördüyü təqdirdə küfr edir. Yox, əgər rüşvət üçün hökm edərsə, bununla kafir olmur, bu kiçik küfür sayılır. Bu təfsir Mücahid rahimehullah və digər alimlərdən nəql edilmişdir. Şeyx istinad elədi ki, bu sələflər belə deyib. Mücahid İbn Abbasın tələbəsidir, radiyallahu anhumanın. Deyir ki, hər ayəni 3 dəfə soruşmuşam. 3 dəfə, hər ayəni 3 dəfə Qurandan soruşmuşam. İbn Abbasın özündən. İbn Abbas da rahimehullah radiyallahu anhu Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləmişdi ki, ona təfsiri başa sal, Quranı başa sal. Və ona görə sahabelər çoxsu içində, yəni İbn Abbas, İbn Məsud, bunlar Quran üzrə çox mütəxəssis idilər. Özdə xüsusən İbn Abbasda da dua, Peyğəmbər sallallahu duası var. Ona görə İbn Abbas hələ o vaxtda demişdi ki, burada məqsəd kiçik küfürdür. Böyük küfür ola bilər, düzdür. Lakin şərt nədir? Halal görsən. Əməl hələm dəlil deyil, halal görməyinə əməl. Bəzilər deyə bilər əməl dəlildirsə, onda əməl dəlil olsa, onda qardaşlar, özünüz fikirlər, həmişə söz deyəndə sözdən sonrakı fikirləşin. Onda o sözdə necə işlətmək, o əmələ necə əməl eləmək, onda biləcəksən. Çünki əgər desək əməl dəlildir, onda bütün asilər kafirdir. Araqçan, əməli nədir içir? Onda şərt qoymasa halal görməyi, onda kafirdir. Zina eləyən kafirdir onda, əgər halal görməyə şərt qoymasa. Onda bizim xavariclərin arasında fərq yoxdur. Məhz bu məsələdə biz xavariclərdən seçilmişik. Və murciələrdən də ki, seçilmişik o məsələdə ki, demişik ki, asidir, iman zəifdir. Çünki asili imana nə edir? Təsir edir. Onlar murciələr deyiblər ki, təsir eləmir. Orada olanlardan biri... Orada olanlardan, yəni bu kasetdə də kimsə o oturanda məclisdə olanlardan biri yazırmış. Lakin gizlin. Lakin əlhamdülillah özə çıxdı sonra. Yəni o kim ki yazıb onu, bu söhbəti, o sonra üzə çıxartdı bu söhbəti, şeyxlə söhbətləri bunların, hizbiçilərin. Ona görə kasetdə, sonra kasetdə yazılıb, hərdən bəzi şeylər aydın deyil. Ona görə yazan, köçürən kasetdən deyir ki, burada başa düşmədim. Aydın deyil. Xüsusən də Şeyx İbn Baz rahimehullah bir qəbilədən idi. O qəbilənin dili biraz ağırdı. Dili biraz ağırdı və təsəvvürlə hələm yanında deyil kaset, cibdədir. Lakin əlhamdülillah ki, o zaps eləyib. Yazıb bu söhbəti. Ona görə görəcəksiniz ki, yazan kasetdən köçürən deyir ki, başa düşmədi bu kəlməni, aydın deyil. Saytda var. Oradan onlardan biri bu məqamda ən böyük anlaşılmazlıq şəriət hökmlərini dünyavi qanunlarla əvəz etmək məsələsindədir. Bu gətirdi ki, dedi ki, biz bir dənə, düzdür, biz İbn Abbasın sözlə məlumdur. Lakin bu demək istəyir ki, İbn Abbas sözü qəbul edir. Lakin kim ki, bütün kamilliyi ilə başqa hökm verirsə, demək istəyir ki, məyər İbn Abbasın sözü buna aiddirmi? Yəni, bunu demək istəyir. Yəni, bunların məqsədi şeyxdən söz çıxartmaq ki, şeyx təkfir eləsin. Halal görmək şərti ilə. Şeyx İbn Baz rahimehullah onun sözünü kəsərək dedi. Kəsdi sözünü. Bunu araşdırmaq lazımdır. Əgər həmin rəhbər bu əsnada aparıcı o iddia edir ki, deyərək müdaxilə etmək istəyir, lakin şeyx ona imkan vermir və sözünə davam edir. Bu əməlini halal sayaraq edərsə, yenə halal kafir olar. Yəni şeyx sabitdir, əlhamdülillah. Yenə halal görməyə şərt qoyur. Əgər halal görsə dedi. Bu qeyd mühümdür qardaşlar. Yoxsa xavaric olacaq. Aparıcı yenidən müdaxilə etmək istəyir, lakin şeyx ona yenə də imkan vermir və sözünə
sözünə davam edir. Hə. Yox, əgər bu əməlini öz xalqını razı salmaq və s. bu kimi düşüncə ilə edərsə, bu zaman kiçik küfr etmiş olar. Yəni böyük günah. Əgər müsəlmanların gücü çatırsa, bu işə riayət edənə qədər ona qarşı mübarizə aparmaları vacibdir. Gücü çatarsa. Kim zəkat və s. işlərdə... Yəni təsir eləmək hakimə, təsir eləmək. İndi burada söhbət əsasən təsir eləmək üçün nəsihətdir. Nəsihətdir. Yəni çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, sənin muslimdədir ki, tut əlindən hakimi, çək qırağa nəsihət elə. Qəbul elə, eləməz, öz işdir. Yəni bizdən nədir? Nəsihət. Hə. Kim zəkat və s. işlərdə Allah Subhanahu'nun dinini dəyişərsə, bu işə riayət edənə qədər ona qarşı mübarizə aparılır. Bəli. Həmin sual verən dedi, cəzaları, zinanın cəzasını və s. bu kimi əməllərin cəza formasını dəyişən hakim necə? Yəni zinanın həddini dəyişir. Həddi dəyişir. Məsələn, ölümdür, deyir ki, məsələn, 10 il, məsələn. Hə. Şeyx İbn Baz rahimehullah cəzaları tətbiq etmir, yəni qətl hökmünün əvəzinə sürgün edir. Hə. Şeyx İbn Cibrin rahimehullah yaxud həbs edir. Və yaxud həbs eləyir. Hə. Şeyx İbn Baz rahimehullah və ya həbs edir. Hə. Orada olanlardan biri Allah Subhanahu sizi bağışlasın, yəni şeyxə. Axı bu rəhbər hökm etmək üçün özündən cürəbəcür maddələr qoyub. Şeyx İbn Baz rahimehullah şəriət qaydasına əsasən halal görmədikcə kafir olmaz. Şeyx yəni o qaydanın üstündədir. Deyir, halal görməsə kafir deyil. Asi olar, böyük günah sahibidir, cəzalandırılmağa layiqdir. Hə. Sonra? Lakin bu əməli halal görənə qədər kafir olmaz. Bəli. Yəni aydındır qardaşlar, aydındır yəni söhbət. Hə. Orada olanlardan biri nəsə aydın olması soruşun, hə. Orada olanlardan biri halal görənə qədər, halal görüb görməməsi onun qəlbindədir. Biz bunu bilə bilmərik. Hə. İndi bu demək istəyir ki, yaxşı biz bilmirik, yaxşı bu qəlbindədir. Hə, biz nə bilək? Yəni demək istəyir ki, qəlbindədir, ona görə hələ deyək, kafir deyək də. Bu qəlbindədir, qəlbini biz bilmirik. Gör Şeyx necə cavab verir. Hə. Şeyx rahimehullah düz deyir, yəni halal görmək qəlbə əməldir. Necə Şeyxülislam buyurur İbn Teymiyyə. Hə. Şeyx İbn Baz rahimehullah bəli, elədir ki var. Əgər bunu iddia edərsə, halal gördüyünü söyləyərsə. Hə, deyərsə, onda ishar eləyir. Aydındır? Hə. Şeyx İbn Cibrin rahimehullah iki tərəfin qarşılıqlı razılığı olan zinaya icazə verərsə, bəli. Şeyx İbn Baz rahimehullah onun sözünü kəsərək, həmçinin bu küfürdür, küfür. Şeyx İbn Cibrin rahimehullah onun qoyduğu qanuna görə qadın azaddır, özü özünün ağasıdır, o özünü istədiyi davranışa apara bilər. Bəli. Şeyx rahimehullah buyurur, əgər onlar bunu zinanı, yəni razılıq olduğu halda halal görsələr küfürdür. Hə, halal görsə. Hə. Salman Əvdə əgər o hökmü... Salman Əvdə bu hizbiçilərin böyüyü idi Saudiyada. Elə bir ki, Saudiyanın Seyyid Qutub idi. Hə, Seyyid Qutub. Bunu biraz tutdular, sonra buraxdılar bunu. Saudiyanın Qardavisi. Sonra bu gökü fikirlərindən döndü güya ki. Yəni əsas bunlar 3 nəfər idi. Mən oradaydım onda oxuyurdum. Salmanovda, Ayət Qarni, bir də Səbr Əhvali. Elə bir ki, göy ki, Salmanovda güya ki və Ayət Qarni döndülər. Yəni öz fikirlərindən döndülər və indi bu hər gün televiziyadalar. Yəni televiziyada açsan hər gün onlar danışır. Yəni ola bilsin hökumət də oradakı Saudiya deyib ki, nə istəyir İslam dəvət eləmək istəyir, dəvət eləyin Allah. Danışın televiziyada gecə gündüz. Veriblər imkan danışın. Hə, bir dənəsi o Ayət Qarni, o daha doğrusu Səbr Əhvali. Hə, o oturub evində. Hə, o əsas murciə söhbətini atdı. O kitab, o əsas qaldırdı murciə söhbətini. Ondan sonra başladılar murciə şeyxləri, o kitabından sonra başladılar şeyxlərə, böyük şeyxlərə murciə deməyə. Hə. Salman Əvdə əgər o hökmü ləğv edilmiş şəriətlə, məsələn... Salman Əvdə nə deyir? İndi gör nə deyir, hə? Əgər o hökmü ləğv edilmiş şəriətlə, məsələn, yahudiliklə hökm etsə, qoyduğu qanunları insanlar üçün məcburi edib, bunu ümumi qanun edərsə, qanundan imtina edənləri həbs, ölüm, sürgün və s. cəzalara məhkum edərsə... Hə, əgər məhkum edərsə, bəs belə olsa nə olar? Da ki, yahudi dinin götürüb, yahudi qanunlarını götürüb eləsə. İndi gör şeyx nə deyir? Bir dənə sualı, şeyxin sualına fikir verin. O, bunları şəriətə aid edir, yoxsa etmir? Hə, bu qeyd mühümdür. Yəni, başqa hökmü, yəni Salman, Saudiyan ixvanı, o demək istəyir ki, bu dəyişib. Məyər bu dəyişmək kifayət deyil, Allahın hökmü qoyub qırağı, başqa qanunu götürüb, dəyişib. Bu kifayət deyil, şeyx deyir ki, şeyx orada bir dənə mühüm məsələ edir, o da dəyişmək nə vaxt sayılır? Nə vaxt dəyişən sayılır? Əgər nisbət eləsə şəriətə, desə ki, bu qanun şəriətdir, şəriətdəndir, vəhdəndir, onda dəyişmək sayılır. Nisbət eləmirsə, şəriətə dəyişən sayılmır. Hə, ona görə şeyx dedi ki, şəriəti nisbət eləyir. Bir dənə oxuyur. Şeyx buyurur, o bunları şəriətə aid edir, yoxsa etmir? Soruşdu ondan, İxvandan, Salmandan. Aha. Salman Əvdə buyurur ki, o heç bir söz demədən bu qanunlarla hökm etmiş, əvəz edici qanun etmişdir. Hə, aha. Şeyx rahimehullah buyurur, əgər o bunu şəriətə nisbət edərsə, küfr etmiş olar. Hə, əgər şəriətə nisbət eləsə. Çünki Salmanovda bunların məqsədi şeyxdən, yenə deyirəm, qeyri-şəxsi təkfir eləmək istəyirlər. Ona görə istəyirlər şeyx desin. İndi Salmanovda gəlir, indi Çingiz Xan zadı gətirəcək söhbət misal. Hə. Salman Əvdə kiçik yoxsa böyük küfür? Hə.
Şeyx İbn Baz rahimehullah buyurur, böyük küfür əgər etdiyini şəriətə nisbət Əgər nisbət eləsə böyük küfürdür. Yəni kafirdir. bu böyük küfür olar, amma Desə ki, məsələn, bu 5 il türmə vəhdəndir. Şəriətdəndir. Nisbət eləsə şəriətə. Onda kafir olur. Hə. bu böyük küfür Elə olar. bir ki, şəriətdə özündən şəriət artırdı da, şəriətə istinad edib. Hə. Amma əgər onu şəriətə nisbət etməzsə Amma şəriətə nisbət etməsə, və sadəcə olaraq bir qanun kimi tətbiq edərsə, Hə. bu zaman böyük küfür olmaz. bu zaman böyük küfür deyil. Yəni kiçik küfür də asidir. Hə. Məsələn, kimsə barəsində şəriət hökmü olmadığı halda öz istəyinə uyaraq kimisə şallaq və ya ölüm cəzası ilə cəzalandırır. Hə, məsələn, başqa hökm verir. Məsələn, tutaq ki, qatilin cəzası məsələn ölümdür ümumən. İndi o bəzi təfsilat, əgər ölənin yeyəsi bağışlasa və ya qan pulu alsa, o başqa. Hə, ümumən ölümdür. Hə. Dəyişir məsələn, deyir 15 il məsələn, deyir 25 il. O bu cür, hə. Səlman Əvdə, Allah sizi qorusun. Məgər insanlar üçün ümumi qanun ixtira edənlə bir məsələdə şəriətlə hökm etməyən arasında fərq qoyulmur. Hə, yəni bu istəyir ki, Salman, İxvan, şeyxə demək istəyir ki, fərq var da. Biri var, bir dənə məsələ, biri də var ki, bütünlüklə. Yəni onu demək istəyir. Hə, şeyx nə deyir? Şeyx buyurur rahimehullah, əgər şəriətə nisbət edərsə küfür. Əgər nisbət eləyərsə şəriətə, qeyd. Bu qeydlər mühümdür ya qardaşlar. Hə. Yox, əgər şəriətə nisbət etməzsə, dindən deyil, sadəcə insanları idarə etmək üçün yararlı bir qanun olduğunu görərsə, Allah subhanahu və Rasuluna sallallahu aleyhi və səlləm nisbət etməzsə, bu günah sayılar. Bəli, günahdır, böyük günahdır. Nisbət etməzsə. Hə, nisbət etməzsə böyük günahdır, ancaq Amma böyük küfür dindən olmaz. çıxmır, böyük küfür deyil əhsən. Mən belə etiqad edirəm. Bu etiqadın budur şeyxin. Maşallah bu şeyxin əqidələri həm də sələfidir. Sələf salih əqidəsi, hə. Salman Elhamdülillah, Əvvəl. rahimehullah. Yəni şeyx düzdür, gözdən görmürdü, lakin qəlbdən hamımızdan yaxşı xüsusən o sadə onunla söhbət edən o oturanlardan yaxşı görürdü. Hə, rahimehullah. Gör necə dəqiqdir, onlarda dəqiqlik yoxdur. Sadəcə ola gəlir şeyxi yana, şeyx qeyri-şəxsin üçün kafirdir. Hə. Salman Əvdə, Salman o da indi gör nəyə gətirir. İbn Kəthir rahimehullah. Özünün Əl-Bidayə və Nihayə əsərində belə insanın böyük küfr etdiyi haqda alimlərin yekdir rəyi, yəni icması olduğunu qeyd etmişdir. Hə, icma deyib İbn Kəsir rahimehullah. Kim Allahın hökmünə yox, başqa hökm versə, icmadır ki, kafirdir. Lakin orada İbn Kəsir, Salman ya onu başa düşməyib, ya şeyxə alladır ki, istəyir şeyx hər halda desin yenə. İbn Kəsir orada qeyd edib ki, şəriətə nisbət eləsələr, şəriətdən saysalar. Bax budur. İbn Kəsirin sözündə sadəcə Salman onu gizlədir. Ya bilməyib, ola bilsin bilməyib, başa düşməyib onu elə. Şeyx gör nə deyir? Deyir İbn Kəsir deyib ki, icmadır. Başqa hökm verən kafir olmağı icmadır. Hə. Şeyx buyurur rahimehullah, hər halda bu öz əməlini şəriətə nisbət edənə aiddir. Hə, şeyx düz qeyd elədi. Əgər nisbət eləsə şəriətə başqa qanunu, bu ona aiddir. Düzdür şeyx, rahimehullah. Əgər nisbət eləsə. Çünki Salman bilsən nəyə toxunur? Bu icma İbn Kəsir rahimehullah Çingizxan söhbətindədir. Çingizxan vələd-i zina idi, necə Şeyxülislam İbn Teymiyyə deyir. Deməli, deyir ki, özünü də oxşatmışdı İsa'ya. Deyir, İsa da valideynsiz dünyaya gəlib, mən də günəşdən. Göy ki, şüasından anasına təsir edib və bu göy ki, dünyaya gəlib. Hə, deməli İbn Çingizxan bu etiqadda idi. Və Çingizxan da nə etmişdi? Götürmüşdü xristianlardan, yahudilərdən, müsəlmanlardan və əsas da öz fikirlərindən bir dənə kitab yazmışdı, cəm eləmişdi. Yasək. Hə, onu da sonra övladları götürüb onu vəhdən. Çünki Çingizxan deyirdi ki, bu vəh gəlib mənə. Bunu qanun götürmüşlər özlərinə. Bunu şəriətdən hesab edirdilər. Hə, İbn Kəsir deyir ki, bələnçiyi şək yoxdur kafir olmağı, icmadır. Amma Salman gətirir, hansı ki, şəriətə nisbət eləməsə də, istəyir İbn Kəsir ona da aid eləsin sözün. Şeyx deyir, yox, əgər nisbət eləməyibsə ona aid deyil. Hə, başa düşdünüz qardaşlar? Yəni aydın da söhbət. Hə, qeyd mütləq olmalıdır. Hə, qeydsiz acizəysən. Hə. Şeyx rahimehullah buyurur ki, hər halda bu öz əməlini şəriətə nisbət edənə aiddir. Salman deyir, xeyr Allahın şəriətindən başqa hökm ləğv edilmiş, səmavi şəriətlə hökm edən kafirdirsə, onda bəşəri düşüncələrlə hökm edən necə? Heç şübhə yoxdur ki, o da mürtəddir. Hə, Salman deyir ki, mürtəddir, fərqi yoxdur. Salman demək istəyir ki, istəyir şəriətə nisbət edilsin, istəyir yox. Kafirdir, mürtəddir. Şeyx nə deyir? Şeyx buyurur rahimehullah onun sözünü kəsərək. Hə. Hətta belə deyibsə İbn Kəsir rahimehullah məsum deyil. Hə, şeyx gətirdi ki, hətta belə lap tutaq ki, sən deyən kimi deyib İbn Kəsir. İbn Kəsir məsum deyil. Məsum deyil, çünki bizdə təqlid yoxdur. Kim nə deyir? Biz bağlanırıq alimə dəlilə əsasən. Dəlil varsa, hə. Elhamdülillah. Ona görə ola bilər sələflər hamı belə deyib. Halal görmək şərt qoyur. Bir də İbn Kəsir deyib ki, halal görməsə də kafirdir. İbn Kəsirin sözü qəbul olunmur qardaş.
Hə, deyir İbn Kəsir nə deyir? İbn Kəsir İbn Baz nə deyir rahmehullah? Buyurur ki, hətta belə O məsum deyil. Hə. İbn Kəsir rahimehullah məsum deyil. Hə. Bunu nəzərə almaq lazımdır. O da başqaları kimi səhv edə bilər. İcma nəql edənlər nə çoxdur. Hə, icma nəql edənlər. Yəni şeyx toxunur ki, icma nəql edənlər bəzi alimlər, bəzi məsələlər barədə icma deyiblər, amma əslində icma deyil. Onu da nəzərə alın. Bəzi alimlər, bəzi məsələlərdə icma deyiblər, amma icma yoxdur. Ona görə deyir ki, nə qədər icma deyənlər var, hansı ki, icma deyil. Hə? İbn Cibrin rahimehullah, onlar bu qanunları şəriət qanunlarının əvəzinə təyin edib deyirlər. Bu qanunlar insanlar üçün şəriət qanunlarından daha yaxşı, daha münasibdir. Hə, İbn Cibrin deyir bunu. Hə. Rahimehullah. Şeyx gör nə deyir? Şeyx rahimehullah buyurur ki, bu özü özlüyündə ayrı növ küfürdür. Bəli. Əgər onlar bu qanun şəriətdən yaxşıdır, yaxud şəriət kimidir və ya Allahın nazil etmədiyi ilə hökm etmək icazəlidir desələr, o böyük küfür olar. Hə, yəni şeyx burada qeyd elədi ki, nə vaxt başqa hökmdən verən kafir olur, böyük küfür eləyir. Əgər desə ki, bu qanun şəriətin qanunundan yaxşıdır və ya birdir, aydındır və ya icazəlidir bu da. Onda böyük küfürdür. Yəni şeyx bax qeyd elədi bunu. Yəni sən fikir verirsən ki, məsələlər nəinki bu məsələlərə? Bu məsələlər xüsusən də bu ən ağır məsələlərdəndir. Çünki bu məsələlər, yenə deyirəm, təkfirçilər əsas bu məsələni qaldırmaq istəyir ki, nə üçün? Xuruc üçün. Bu məsələlər nə qədər kim qeyri-şərtsiz götürüb azıb və koruyub hər şeyi, bəlaya düşüb, özün vəziyyəti pisləşdirib, ailəsinin vəziyyətini pisləşdirib, cəmaatın vəziyyətini pisləşdirib. Hamısı bu məsələyə görə. Hə? Orada olanlardan biri, bəs insanları deyil, bu quruluşu təkfir edənlər necə? Hə. Yəni, onlar deyirlər ki, bu quruluş kafirdir. Bu quruluşla hökm edən şəxslərə isə kafir demirik. Hə. Şeyx rahimehullah buyurur, əgər Allah subhanəhunun buyurduğundan başqası ilə hökm etməyi halal görərsə, o zaman kafir olar. Şeyx sabitdir ya, fikir versən, oradan buradan deyirlər, istəyirlər şeyx desin ki, hə, kafirdir. Şeyx sabitdir, hə. O zaman kafir olar. Rahimehullah. Bu müəyyən bir insana da aid ola bilər. Əgər halal görməklə hökm edərsə, şübhəsiz ki, kafir olar. Əgər Allahın buyurduğu ilə hökm etməməyi, yaxud zina etməyi halal görərsə, filankəs kafirdir. Kimi deməklə ona kafir hökmü vermək olar. Necə ki, sahabələr radiyallahu anhum mürtəd olmuş müəyyən insanları təkfir edirdilər. Necə ki, sahabələr mürtəd olmuş müəyyən insanları təkfir edirdilər. Mürtəd artıq sübut olunur ki, bu mürtəddir, hə? Məsələn, yalancı Müseyləmə şəxsən kafirdir. O kafirdir, şək yoxdur. Tuleyhə Əl-Əsədi tövbə etmədən şəxsən kafir idi. Bəli. Yəni, bu ikisi də Peyğəmbərlik iddia edənlərdir. Bəli, bunlar Peyğəmbərlik iddia edənlərdir. Hansı ki, Məhəmməd sallallahu əleyhi və səlləm Peyğəmbərin qəbul eləmir, deyir, mən ayrıca müstəqiləm. Aha. Eləcə də dinlə istehza edən şəxs kafirdir. Bəli. Dindən çıxaran əməli edən şəxsən kafir olur. Bəli. Dindən çıxaran əməli edən şəxsən kafir olur. Bəli, kafir olur, bəli. Burada bir dənə balaca dipnot var. Buyurur ki, haşiyəyə mütləq baxın. Oxuyum onu. Haşiyə oxu, hə. Haşiyədə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Məcmuəl Fətava 12-ci mücəlləd 498-ci səhifədə buyurur Şeyxülislam rahimehullah. Ümumi təkfir, ümumi əzab kimidir. Bunu ümumi mənada demək vacibdir. Müəyyən bir şəxsin kafir olmasına, yaxud cəhənnəm əhlindən olmasına dair hökm vermək subutlarla əsaslandırılmalıdır. Bəli. Çünki hökm şəriətin isbatı maniyələrin olmaması halında keçərli olur. Bəli. Eyni kitabda, yəni ki, Məcmuəl Fətavada 23-cü mücəlləd 345-ci səhifədə buyurur, rahimehullah, küfür söz deyən haqqında deyir, küfür söz deyən haqqında deyir. Lakin bunu söyləyən müəyyən şəxsi gəldikdə ona təkfiri küfür olan hüccət, yəni ümumi və xüsusi, bunu mütləq ayırmalısan, hə. Çatana qədər kafir hökmü verilmir. Hə. Bəli, Şeyx Rahimullah sadəcə burada şeyx deyir ki, kim İslamdan çıxardan bir şey eləsə, müəyyən şəkildə təkfir olunur. Lakin hüccət çatandan sonra, bunu qeyd edin, hüccət çatandan sonra. Yəni bu saat bu azanların əsas səhvlərindən biri nədir? Onlar yayırlar ki, şeyxin kitabı İslamdan çıxardan 10 dənə məsələ. Düzü artırıblar birin 11 dənədir. Biri də qaməti kafir görmək. Görməyən kafirdir. Hə, deməli 10 dənə ki var, İslamdan çıxardan 10 dənə məsələ. Bunlar oxuyurlar və birbaşa tətbiq eləyirlər. Bu da olan səhvidir. Bu da olan səhvidir. Çünki hökm vermək müəyyən şəxsə qardaşlar mütləq nədir? Hüccət çatmalıdır. Hüccət çatmamış, şərtlər manilər tətbiq olunmamış təkfir eləmək olmaz. Sadəcə hərdən görürsən ki, bəzi şeyxlər məsələn tutaq ki, deyir ki, namaz qılmayan kafirdir. Bəziləri başa düşür ki, şeyx əlhamdülillah deyir, deməli mən kimi ki namaz qılmırsa deyə bilərəm ona kafir. Səhv başa düşüb alimin sözünü. Hətta Şeyx Bin Baz rahimehullah deyəndə ki, namaz qılmayan kafirdir, deyib ki, hüccət çatandan sonra, müəyyənə hüccət çatandan sonra. Ona görə kim ki, məsələn, hətta Arozda da, kim ki desə ki, mən namaz qılmayan kafiri görürəm. Biz sana sual veririk. Ümumən görürsən, yoxsa hətta təyinlə, fərdi şəkildə, yəni tutaq ki, biri gedir,
küçədə deyir ki, mən namaz qılmıram. Sən onu təkfir eləyirsən bu sözlə, yoxsa ümumən? Desə ümumən eyb etməz. Tətbiqə hələ danışmıram, müəyyən. Desə, yox, müəyyəni də səhvdir. Müəyyəni də səhvdir. Çünki müəyyən üçün bu hökmü tətbiq eləmək üçün məhkəmə olmalıdır. Məhkəmə olur, ondan sonra. Sadəcə Saudiyan şeyxləri biraz sərt mövqe tutublar bu məsələ barədə, hətta tənbəllik olmasın. Çünki Saudiya bilirsiniz ki, başqa ölkələr kimi deyil. Orada qanun şəriətdir. Qanun şəriətdir. Ona görə onlar bu məsələdə sərt olublar. Amma buna baxmayaraq, orada namaz qılan çoxdur, qılmayan çoxdur. Lakin cənazəni gətirəndə, tətbiq eləyəndə bu məsələni hamı qılır namazı. Özünüz də bilirsiniz ki, haramda, Məkkə Mədinədə hər namazdan sonra cənazə var. Soruşmurlar, qılıb, yoxsa qılmayıb. Aydındır? Baxmayın, cəmiyyətdə hətta bəlkə də çox da namaz qılmayan orada. Bəlkə də. Düz hesabatla çətindir demək, amma var. Ona görə şeyxlərin sözün düzgün başa düşün, qardaşlar. Mən hətta Şeyx Hüseymin rahimehullah deyib namaz qılmayan kafirdir. Amma bir dənə başqa sözü var onun. Deyib əgər o ölkədə alimlər namaz qılmayan kafir görmürsə, kafir də öyle ölkədə. Və əgər o ölkədə namaz qılmayan kafir görürlərsə, deməli kafir də ölkədə. Yəni Şeyx rahimehullah fərqləndirib yeri, ölkədən fitva, ölkədən ölkəyə nədir? Fərqlənir. Ona görə məsələn, baxson, Saudiyan şeyxlərində məsələn Şeyx bin Baz, Şeyx Hüseymin namaz qılmayan kafir görür, ümumən. Amma Şeyx Albani ilə Şeyx Muqbil, Şeyx Albani Yordaniyadaydı, Şeyx Muqbil haradaydı? Yəməndə. Deyir ki, namaz qılmayan kafir deyil. Fərqləndirib yerlə vəziyyətə görə. Məsələn, tutaq ki, məsələn Saudiyan şeyxləri hərdən məsələn deyir ki, hüccət cali üzr deyil. O Saudiyasın hə. Məsələn, şəriət ölkəsində hə. Məsələn, əsas calinin üzr olmamağında qayda nədir? Elmin nəşr olunmağıdır. Cəmaatın hamısı bilməyi. Bir dənə Quran və ya başqa nəsə çatmağı kifayət deyil. Ona görə məsələn orada məktəbdən birinci sinifdən kitab toydu dərs keçirlər. Birinci sinifdən. Hətta görürsən ki, hətta Saudiyadakı hətta belə avara, Allah fasiq olsa belə, lakin görürsən ki, tohiddə deyir ki, Allahdan qeyri səsləmək olmaz. Bu düzgün deyil. Kim ki gedib məsələn obyektdə, məsələn nəzirlir və s. o düzgün deyil. Hətta lap belə avara olsa, fasiq olsa. Lakin deyək ki, başqa ölkəydə bu aiddir, yox. Başqa ölkəyə aid deyil. Çünki başqa ölkədə tohid elmi nəşr olunmayıb. Sadəcə cəmaat ola bilsin, eşidib nəsə. Onlar üçün, cəmaat üçün sən bidətçisən, azmışsan. Aydındır? Onlar sən qəbul eləmir. Və ya deyir İngiltərədən gəlmirsən, ora agentisən. Dinin qorumaq üçün sən eşitmir. Oradakı vəziyyətlə, buradakı vəziyyəti fərqləndirmək lazımdır. Ona görə adı bir dənə, mən misal sadəcə gətirirəm. Namaz qılmayan hökmü. Baxson, Şeyx bin Bazla Hüseymin deyir kafirdir, Şeyx Albani ilə Şeyx Muqbil deyir ki, kafirdir. Fikir versən yer, İnsan yeri nəzərə alır. Hökm yerlə, necə İbn Qeym deyir ki, rahimehullah, hökm zamanla, yerlə, şəxslə fərqlənir. İbn Baz rahimehullah davam edir. Buyurur ki, ölüm hökmü isə fərqlidir. Ölüm hökmündən öncə tövbə etməsi tələb olunur. Etsə bağışlanır, etməsə ölümə məhkum edilir. Bəli. Orada olanlardan biri, əgər şərəfə nisbət etməzsə, onun yalancılardan olduğuna qərar verilməzmi? Şeyx rahimehullah yalancılardan sayılır. Bəli. Orada olanlardan biri, lakin kiçik küfr olar. Bəli. İbn Baz rahimehullah, bəli, əgər desə ki, xeyr, bu elə şəriət kimidir, yaxud şəriətdən də yaxşıdır, bu küfürdür. O qeyd. Yox, əgər bunu yenilik, yəni bidət kimi hesab edərsə, bidət əhlinin hökmü də məlumdur. Bidət əhlinin hökmü məlumdur. Yəni bidət əhli kafir deyil. Aydın ona görə Əhlüs-Sünnə vəl Cəmaət bidət əhlin təkfir eləməyib, xüsusən də müəyyən, təyinlə. Arkadaşlar, ümumi ilə müəyyənə ayırın. Kim ayırmasa azacaq. Sonra Aydel Qarni dedi. Bu Aydel Qarni, bu ikinci ixvandır Saudiyan. İndi bu da televiziyada hər gün. Rahat sansızsan, o boşqabda onu görsən. Yaxşı şeyx, bəzilər deyirlər ki, Ömər radiyallahu anhu, Rəşidi xəlifə. Ömər radiyallahu anhu. İndi bu başladı. Salman qutardı, indi bu başlayır. Amma istəyir ki, şeyxi halal görməsə də təkfir elətdirmək istəyirlər. Gör, indi bu başladı. İndi bu gətirir Ömər bin Xattabın xilafətin vaxtında aclıq olmuşdu. Ömər bin Xattab radiyallahu anhu Əli bin Əbi Talibin kürəkəni diyandırmışdı əli kəsmək məsələsini. İndi onu toxunur. Onu gətirir. Deyir ki, Ömər radiyallahu anhu aclıq illərində oğurluq cəzasının tətbiqini tərk etmişdi. Lakin bu səhih deyil, qardaşlar. Bu səhih deyil. Amma Şeyx bin Bazın bir dənə söhbətlərində qulaqsanır, əgər səhihdirsə, burada onu demir, əgər səhihdirsə. Lakin bəzi alimlər deyir ki, bu səhih deyil bu hadisə. Şeyx ibn Baz rahimehullah bunun cavabında buyurur ki, bu onun ictihadıdır və bunun da öz yozumu vardır. Çünki insan məcburiyyətdən nəyisə oğurlamaq zərurətində ola bilər. İnsan, çünki zərurətdə haram nədir? Halallaşır. Zərurətdə halallaşır. Lakin nə vaxt zərurət sayılır? 2 otağım var, geyim ipotekaya 3 otaq istəyirəm. Bu zərurət deyil. Aydındır. Zərurət əgər həyat söhbəti gedirsə, həyat. Əgər məsələn görürsən ki, artıq bu söhbətdə ölüm dirim söhbəti gedir, onda donuz yemək mi? Və ya adam yemək mi? Adam yemək olar?
Olar, tutaq ki 5 nəfər meşədədir və elə yerə atıblar, biri öldü, onu yeyə bilərsiniz. Zərurətdir, qutardı. Onu yeməyib ölsə 5-i günahkardırlar. Hə, deyil, bu başqa məsələdir, hə. Salman aldı. İndi deyəcəklər qanibal azad, hə. Yox, yemək olar, hə. Yemək olar, yəni səhi budur ki, yemək olar. Yemək olar, zərurətdə haram, nədir? Halallaşır, hə. Salman aldı. Bu hər vaxt yox, ha. Yox, adam yeyənlər deyəcəklər, hə. Yox. Adam yeyən deyirik, adam sadəcə insan, əgər elə vəziyyətə düşsə tutaq ki, ölürlər və yanlarında ölü də var və öləcəklərsə qalanlar da, onu da yeyə bilərlər. Çünki zərurətdə haram halallaşır. Və salam, getdik, davam elə. Yorulmamsınız? Yəni, aydındır dərs, yəni, aydındır inşallah. Hə, davay, danışaq. Salman Əvdə, Allahın Subhanahu nazil etdiyi kitab və şəriət ilə hökm etməyənlər əlbəttə kafirlərdir. Ayəsində kiçik küfrün nəzərdə tutulmasına dəlil nədir? Hə, Salman yenə başladı. Salman deyir ki, ne üçün sən 5.44-də deyirsən kiçik küfürdür? Dəlil nədir? Yəni orada böyük küfürdür demək olardı. Böyük küfürdür. Salman demək istəyir ki, orada böyük küfürdür. İxvanlar bugün belə deyir, orada böyük küfürdür. Mursi gələndən sonra dedilər kiçikdir, sonra Mursi gələndən sonra dedilər yenə böyükdür. Hə, aha. Ayədəki ifadə xüsusi mənada gəlibsə, onu hansı dəlilə əsasən bu mənaya salmaq olar? Hə, deyir, nə əsasdan? Biz 5-ci surə 44-cü ayəni deyirik ki, kiçik küfürdür. Orada qeyd eləməyib, bax, orada deyib ki, Allahın hökm verməyən kafirdir. Verməyənlər kafirlərdir, hə. Şeyx cavab verir, rahiməhullah, daha doğru rəyə əsasən ayədə deyilənlər halal görmək şərtinə bağlanır. Hə, daha doğrusu, səhi budur ki, bu ayənin şərhi budur ki, halal görsə kafirdir, hə. Əgər bu halal görməyə deyil, başqa hallara aiddirsə, o zaman İbn Abbasın radiyallahu anhümə dediyi kimi kiçik küfür olduğu deyirik. Bəli. Əslində baxdıqda onlar kafirdirlər. Yəni, şeyx demək istəyir ki, ayə əslində kafirlər haqda nazil olmuşdur. Yəni, burada nədir söhbət? Şeyx deyir ki, ayənin özündə nə üçün şərh olunmayıb? Ayənin özündə burada incəlik var. Ayənin özündə nə üçün şərh olunmayıb? Çünki ayənin nazil olmaq səbəbi kimlər idi? Kafirlər idi, yahudilər idi. Ona görə, lakin müsəlmana bu ayəni tətbiq eləyəndə şərh eləməlisən. Aydındır, müsəlmana bu ayəni tətbiq eləyəndə şərh eləməlisən. Ona görə İbn Abbas və birinci şərhi kim eləyib? Sahabi. Peyğəmbər salsın tələbəsi. Tamam elə. Orada olanlardan biri... Bunu demək istəyir şeyx. Şeyx dəqiqdir ya. Dəqiqdir. Hə, sabitdir. Hə. Orada olanlardan biri. İbn Abbas. Neçə nəfərdilər? Hamı onu biri buradan danışır. Biri hələ istəyirlər. Şeyx sabitdir. Rahiməhullah. Hə. Orada olanlardan biri İbn Abbasın radiyallahu anhümanın rivayətində halal görmək şərti yoxdur. Hə. Yəni demək istəyir ki, halal görmək şərti yoxdur. Çünki ixvanlar bunu cürbəcür şübhələr gətiriblər. Gör ki, hətta deyiblər zəifdir. Hətta bu əməvilərə aiddir. Hətta başqa hamısı batildir. Hə. Salman Əvdə suala aydınlıq gətirərək, yəni şeyx bu ayənin zahiri mənasından başqa mənaya keçirilməsinə əsas verən nədir? Hə, yəni Salman deyir ki, zahirən ayə budur, qutardı bunu götürək də. Hansı əsasdan bir keçirik bu zahirdən başqa mənaya? Hə, gör nə deyir şeyx? Şeyx rahiməhullah. Çünki o bunu halal görür. Ayə Allahın Subhanahu və nazil etdiyindən başqası ilə hökm edən kafirlər haqqında nazil olub. Kafirlər haqqında nazil olub o. Amma müsəlmana tətbiq eləyəndə o şərti qoyuruq, hə. Onlar, yəni həmin o kafirlər, murdar olmuş heyvanların ətini halal görür və oxşar hökmlər veriblər. Hə, buna görə nazil olmuşdur, hə. Amma hansısa Zeyd, bu məsələlərə görə. Hə, hansısa Zeyd, yəni müsəlmanda fərq. Şərti addır və yaxud da ki, Amr. Hə, əmir, yəni misaldır, müsəlman yəni. Rüşvətə görə başqa qanunla hökm edərsə, onun küfr etdiyini deyək, sual verir şey. Hə, məyər onun küfr etdiyi deyək, hə. Bununla o kafir olmur. Hə, bununla kafir olmur, hə. Yaxud kimsə öz nəfsinə uyub, haqsızcasına Zeydin qətlinə hökm verərsə, bununla kafir olmur. Bəli, kafir olmur, bəli. Az müddət sükutdan sonra Şeyx Rahiməhullah sözünə devam edir. Biraz sakitçilik oldu, sonra Şeyx davam elədi. Qaydaya görə halal və ya haram etmək. Qayda qardaşlar, qaydalar. Hə, aha. Qaydaya görə halal və ya haram etməyin öz dəyərləndirməsi vardır. Məyər zinakar küfr edir? Hə, aha. Salman Əvdə kafir olmur. Kafir olmur. İndi Salman deyir ki, kafir olmur. Salman bu ixvanların da qəribə, o təkfirçilərin qəribə mövqeyidir. Bunlar deyirlər ki, hökm məsələsində kafirdir. Amma zina, başqa məsələlərdə kafir deyil. Necə yəni, hökmdə elə zinanın yanındadır da. Bu sıradadır. Bu sıradadır. Ne üçün bunu sən çıxartdın? Salman deyir ki, zinakar kafirdir. İbn Baz deyir kafirdir. Salman deyir, yox, kafir deyil. Aha. Salman Əvdə kafir olmur. Kafir olmur. Şeyx İbn Baz. Əgər zinanın halal olduğuna desə kafir olur. Hə, onda halal olur. Zinanın halal necə ki, təhkim, necə ki 5.44-də. Hə. Salman Əvdə və oturanlardan biri. Belə kafir olur.
Şeyx İbn Baz, üzr istəyirəm, bəli, kafir olur, Şeyx İbn Baz rahimehullah. Məsələ də budur. Bəli, bəli. Salman Əvdəvə oturanlardan biri. Bəli, zina etməsə də kafir olur. Bəli. Şeyx Yəni kim halal görsə, hətta o günah eləməsə kafirdir ya. Şərtdə onu əməl etsin. Ay halal görməyi lab eləməsə də, desə də məsələn zina halaldır, hüccət çatandan sonra və s. lab eləməsə də, onda kafir olur. Hə. Şeyx rahimehullah zina etməsə də kafir olur. Vəssalam. Bəli, bəli. Salman Əvdə. Allah subhanahu səni əff etsin. Möhtərəm şeyx. Qaydaq. Allahın Yenə 5:44-də. Hə, fikir ver. Allahın əzzə və cəl nazil etdiyi kitab və şəriət ilə hökm etməyənlər əlbəttə kafirdirlər. Bunlar bunu istəyirdilər şeyxdən. Ayəsinə, ayədə deyilən hökmün tərkinə bağlanmışdır. Hə, yəni hökmü tərk elədi, qurtardı. Salman bunu demək şeyx gör nə deyir? Şeyx İbn Baz rahimehullah Allahın əzzə və cəl nazil etmədiyi qanunlarla hökm etməyi halal görərsə, ayənin hökmü ona aiddir. Bəli, yəni ona aiddir. Yəni subhanallah. Nə qədər şeyx deyir, yenə bunlar İsraillər başqa formada, başqa cür, başqa üslubla gəlirlər. Hə. Aha. Salman Əvdə. Bu məna haradan götürülmüşdür? Hə, Salmanov da deyir ki, buna gör cahilə baxı. Yəni cahildir. Deyir, bunu hardan götürmüsən şeyxə deyir. Necə harda? İbn Abbas. Neysə, hə. Şeyx yer nə deyir, hə? Buna dəlalət edən başqa dəlillərdən götürülür. Bəli, bəli, hə. O dəlillər ki, sübut edir ki, öz əməlini halal görməyən günah sahibləri kafir olmurlar. Bəli, rahimehullah, hə. Bu əsnada şeyx bir an susur və məclisdəkilərdən bir söz, əlavə və ya sual gözləyir. Lakin heç kəsdən səs çıxmadığını görən şeyx rahimehullah sözünə davam edir. Başlayır davam eləmək. Görür, hamı susdu. Əgər halal görərsə, yaxud deyərsə ki, bu münasib deyil, yaxud başqası ilə hökm etmək daha üstündür deyərsə, o fasik, zalim və kafirdir. Bəli, o qeyd, hansı ki, əvvəldə qeyd elədik. Hə. Yəni, nə vaxt kafir olur, nə vaxt yox. Hə. Məqsəd budur ki, bu halal görənə, yaxud halal görməkdən daha çox onu Allahın hökmündən üstün sayana aiddir. Bəli, bəli. Əgər nəfsinə uyaraq Allahın subhanahu nazil etdiyindən başqası ilə hökm edərsə, asi olar. Bəli. Halal gördüyü üçün deyil, sadəcə nəfsinə uyub zina edən şəxs kimi. Bəli, bəli. Yəni, şeyx deyir ki, rahimullah, hökm məsələsi zina edən kimi o sıradadır, o günahların içindədir. Aydındır, qardaşlar? Nəfsinə uyub... Bunlar ayrıblar. İxvanların azmağı nədir? Bunlar ayrıblar. Deyirlər, yox, bu müstəqildir. Müstəqil də öyle, bunların içindədir. Hə. Nəfsinə uyub valideynlərinə asi olan, yaxud nəfsinə uyub qətl edən asidir. Məsələn, olan kimi, bunlar kimi, hə. Əgər halal görüb qətl edərsə, yaxud valideynlərin üzünə ağ olmağı halal görərsə, yaxud halal görüb zina edərsə, kafir olar. Bəli, bəli, bəli. Bununla da biz özümüzü xavariclərdən fərqləndirmək olarıq. Şeyx bu qeyd elədi. Bununla biz xavariclərdən fərqlənirik, bu qeydlə. Yoxsa xavaric olacaq. Bu qeydlə, halal görməklə xavariclərdən şeyləri. Çünki alimlər də deyiblər ki, 5-ci surə 44-cü ayə barədir ki, bunu mütləq, qeyri-şərtsiz tətbiq eləyənlər, deyənlər xavariclərdir, yalnız xavariclərdir. Hə. Belə olanda bizimlə xavariclər arasında böyük fərq yaranır. Ancaq bununla bizim xavariclərdən fərqlənirik. Özə çox böyük fərq olur. Əks halda xavaric oluruq. Əks halda biz xavariclərin düşdüklərinə düşəcəyik. Şeyx rahimehullah çox dəqiqdir maşallah. Fəhmə bax. Hə. Xavaricləri də çaşdıran amillər bunun kimi ümumi ifadələr olmuşdur. Ümumi. Bax, onların söhbətlərinə fikir, hamısı ümumidir. Mənə gəlir ki, burada dayanaq qardaşlar. Çünki o deyir, bu deyir, o deyir. Mən deyirəm belə qarışıram söhbətə. Biraz qarışacaq hər şey. İnşallah qalsın gələn dərsə davam eləyər. Çünki mühümdür məsələ. Mövzu mühümdür. Elə deyil qardaşlar. Allah bilir bizi, Allah bilir. Allah Subhanahu taala bizə şu faydalardan